Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün yanvar ayının 15-idir, həftənin cuma axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Ötən gün Ermənistana təhvil verilən Vaqif Xaçaturyan artıq ölkəsinə çatıb və ilk rəsmi açıqlamada var. Nə deyilir açıqlamada? Vaqif Xaçaturyanın əhvalı yaxşıdır. Hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir. News 365 saiti bildirir ki, bunu Ermənistanın Səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçaturyan bugün xəstəxanaya aparılıb və orada müayinədən keçib. Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi. Ona görə də əlavə müayinələr aparmalıyıq. Peşəkar komandamız sonraki müalicə kursu ilə bağlı qərar verəcək. Hazırda onun vəziyyəti normaldır. Dedi ki, Ermənistanda yaxşıyam, deyə nazir əlavə edib. Onda deyək ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş iki tərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər Xaçaturyan Vaqif Çərkəziz, Sucyan Gevorg Rubinoviç, Davityan David və Bagin Abraham Ermənistana təhvil verilib.